while dövrü sonsuz dövrə girdi. Ona görə heç bir işləmədi. Amma kodları ayrıca bir papkada yığıb saxlamışam. Sen basıldın da. Ben bayramla bağlı tasklardan. 12, 13, 14 düzdü. Bəli. Tamam görünür də mənim. Basmışam. İçine 13, 14, 13'e bakalım. İstəyənlər burada. Baylık ile 1'den 20'ye kadar cüt ədədlərin cəmini birinci etməlisiniz. Necə yazmısınız ki, lupa düşüb? Yəni siz deyən kimi yazaq, sonra düzəliş eləyək. Bir dəqiqə, papka açılsın deyək. Yəni vasıta qədər fikirləşək, 1'den 20'ye kadar deyirsə, deməli bizim başlanğıcımız 1 olmalı. Başlanğıcımız 1 olmalıdır. Cəm də soruşduğuna görə bir total yazmalıyıq. Bərabərdir 0. Sonra while verməliyik. While i 20-dən kiçikdir. Kiçikdir, bərabərdir. Verilir 20'den Bəli. kiçik bərabər. Düzdür. Aha. Və cüt ədədlər istədiyi üçün nə yazmalıyıq? If num bölünsün, faiz işarəsi 2 bərabərdir 0. Total total plus bərabərdir i. Daha doğrusu mən i'yə demişəm, amma özüm ona göstərib i deyirəm. Bir də num plus bərabərdir 1. O da ifin içində olmayacaq. Kənarda olacaq. Çünki şərtə aid deyil. Yəni, bir də print. Və kənarda da print total. Total. Belə yazsaq, cüt ədədlərimizin cəmini verəcək. İndi Səkinə xanım, siz deyirsiniz, yəqin ki, burada addımlardan hansındasa yerini səhv yazmısınız. Ona görə lupa düşün. Orada sadəcə deyəsən, yəni sadəcə hər şeyin dəyişənlərin dəyişik yazmışam. Qalan hər şey eynidir. Ekran paylaşa bilərəm. Paylaşılanda sesinin içine baxaq. Dayandırım. Görünür mü hazırda? Görünür bəli. Necə yazırsınız? Dayandı ekranınız. Görünür. Başlangıca 2 vermişsiniz, cəmi 0 vermişsiniz, 21'den kiçik demişsiniz, şərt vermişsiniz ki, 2'ye bölünənləri çıxarsın. Məsələn, birinci halda 2'den başlayacaq. Yəni, sizdə niyə dövrə düşür? Sizdə niyə düşür dövrə? Mənim koduma baxdınız. Bəli. Plus bərabər yoxdur yoxsa? Bəli. Addım artımır, yəni rəqəm artımır. Həmişə sizdə 2'də qalır. Baxın, if a bölünsün 2, a'nız 2'də. Cəmin üzərinə 2'ni gəldi. Yuxarı qalxır, yenə 2'dir. 2'nin yenə 2, üstə gəl 2. Yəni, sonsuz dövr gedir. Hər dəfə 2'nin üstünə 2'ni gəlir. Bu da 2'nin üstünə 2, yəni getgədə 2'ni toplayır. Bu da sonsuz dövrdür. Siz addım verməlisiniz ki, nə vaxtsa dayansın o 2. Məsələn, yəni 2 plus 1, gələn dəfə 3 olsun. 3 plus 1, 4 olsun. Yəni, a'nın qiymətini dəyişməlisiniz ki, hər dəfə 21'ə çatanda o dayansın. A 2 olur sizdə hər dəfə, ona görə dayanmır dövr. Ona görə nə etməlisiniz? Rəqəm üçün addım təyin etməlisiniz. Kod hissəsini də keçərsiniz. Onu da harda yazırsınız? Ifin içində yox, kənarında. Cəm, orada yox. Cəm plus a'dan sonra bəli. If ilə eyni hissədə.
Çünki while'ın içində olmalıdır. Bir dakika. Yəni tab olaraq if ilə eyni tab. Tam olarak ne yazmalıyım? Desem. Hə, if ilə eyni hissəyə gələrsiniz. If'i hardan ki yazmısınız? Tab olaraq, yəni boşluq hissəsi eyni olmalı. Bəli. Nə yazmalısınız? Ədədinizi hər dəfə bir vahid artırmalısınız. Yəni A-nı bir vahid artırmalısınız. Necə yazırıq onu? A bərabərdir A plus 1 və ya A plus bərabər 1. Bəli. İndi run edin, baxaq nəticəyə. Ay. O sesi. Məncə sana aktiv olunmalıdır. Məncə də seçməlisiniz. İçini kodun. Ha, geldi. Bəli, məndə də 110 qayıtmışdı, düzdür. Tamam. Teşekkür. Səhviniz aydın oldu da yəqin ki. Evet. 13'te neydi səhviniz? Öyle en Dövrə düşdü. Orada da attım yoxdur yəqin ki. Evet. Mən baxım yenə də i-yə 5 vermisiniz. Şərt nədir orada? 5-dən geriyə yəqin sıralamaqdır. 5-dən 1-ə qədər. i-yə 5 vermisiniz. Sonra demisiniz ki, i böyükdür 0-dan düz yazmısınız. Print i demisiniz. i minus bərabər 1. Print bitdi. Bu düz olmalıdır axı. Nəticə qayıtmır burada. Yani ki sırf bu işlememişti diye. Hə, ola bilər. Bu düzdür 13. işlememişti. Gəlin 14-də də baxaq. Buyurun. 14'te nə istənilirdi? Hemen şərtə baxım. 14'te deyilirdi ki, while loop ilə 1-dən 50-yə qədər ədədlərin cəmini print etməlisiniz. Əgər cəm 50-dən çoxdursa dayansın. Aha, nə vermisiniz? Başlanğıc 1 vermisiniz, cəm 0 vermisiniz, düzdür. While-a vermisiniz ki, i 51-dən böyük olsun. Məncə bu hissədə səhvlik var. Çünki nə deyir bizə? 1-dən 50'ye qədər ədədlərin cəmini print et deyir. Amma siz 50'dən sonrasını götürmüsünüz. 1-dən 50'ye qədər deyirsə nə yazmalıyıq? Oy. Düzdür. Yəni 1-dən i başlayacaq, 1 olacaq, gələn dəfə 2, 3 bu şəkildə 50'ye qədər davam eləyəcək. Bəli, 0 başlanğıc 0 niyə? Başlangıç bilgi. Orada iyi yazılır, A yazılmalıdır. Hə, düzdür. Printin içinə i yazmısınız. Ay. Bir dakika. Printi də elə düzəl, sonsuz dövrə düşdü. Bunu dayandıra bilsəz. Bir dakika. Bunu istəyirsiniz bu fayldan yuxarıda yenidən daxil olar. Bekle. Bəli. Mantıqlı. Neynəməlisiniz? İndi printin içinə A yazın. Print i yazmısınız. Bəli, print A edin. Sonra da neynirik? i-ni plus 1. i heç yoxdur. i plus bərabərdir silin hələ ki. i plus bərabər 1-i. Aşağıdakını da silin. Cəm plus bərabərdir i-ni. Fikirləşək indi biz neynədik? While dedik ki, A kiçikdir 51 olsun. Print A. Gəlin həm bunu run eləyək baxaq. Burada sonsuz dövrə düşəcək. Niyə? Çünki addımı artırmadıq. Bir de sendir bir anda. Bak. Addımı unutduq çünki o 1-də qalacaq. Bayaqki kimi siz 2 yazmışdınız. Bayaq da gəlin addımı yazaq ikinci. Printə verdiniz A-nı, print i-ni A eləyərsiniz. Aşağıda da yazarsınız A plus bərabər 1. Belə run edək baxaq. Print cəm aşağıdakı 0 o cəmin 0-ı düşür. 1-dən 50'ye sıraladı. İndi bizdə şərtdə nə deyilir? 1-dən 50'ye qədər ədədlərin cəmini print etməlisiniz. Əgər cəm 50'dən çoxdursa dayansın. Yəni nə deməkdir? 1-dən 50'ye qədər ədədləri toplayırsınız. 1 plus 2, 3, 4. Cəm nə vaxt ki 50'ni keçir, 1-dən 50'ye qədər toplamasın.
50-ni keçən yerdə dayansın. Məsələn, 1-dən 10-a qədər ədədlərinizin cəmi 50-ni keçir. 10-da dayanacaq artıq. Üstünə 11-i, 12-ni və s. gəlməyəcək. Bunu necə eləməlisiniz? Yuxarıdakı print A-nı silək. Artıq printi verməyə ehtiyac yoxdur. Neyniyək? Ədədlərimizi toplayaq. Yuxarıda cəminiz var. Düzgün yerdən eləyərsiniz. Aşağıya. Cəm plus bərabərdir A yazaq. Ki ədədlərimizi toplasın. Cəm, bir də ədədlərimiz də A-dır. Daha sonra aşağı düşək. Bir sətir aşağı. Plus bərabərdirdən yuxarıya. Yuxarı. Onun ortasına ben. Enter klikləyərsiniz. Burada nə yazmalısınız? Şərt verməlisiniz ki, cəminiz nə vaxt ki 50-dən böyükdür. Necə yazaq o şərti? If cəm böyükdür 50 yoxsa Ben. If cəm böyükdür 50. Qoşa nöqtə qoyuruq. Bu halda nə olsun? Dayansın. Kod. Break. Ben break yazırsınız. A plus bərabərdir 1-ində yeri düzgündür. Aşağıda da print cəm edirik. İndi run edin baxaq. 55 oldu. 55 nə deməkdir? 1-dən 50-yə qədər bir-bir ədədlərinizi toplayır. 1 plus 2 plus 3. Nə vaxt ki gəlir cəm məsələn deyək ki 9-da onu toplayanda 55 elədi cəminiz. Artıq dayanır, keçib 11-i, 12-ni və s. toplamır. Çünki break vermisiniz. Break verəndən sonra, breakdən sonra yazılan bütün kodlar oxunmur artıq. Bizdə şərtdə vermiş ki 50-ni keçirsə dayansın. 55 50-ni keçdiyi üçün 55-də dayanır. Aha, aydındır. Aydındır. Şu an başqa yox idi sualınız? Xeyr, təşəkkürlər. Buyurun. Başqa digərlərində suallarınız varsa baxa bilərik. Task 6-da. Məndə var idi deyəsəm, gəl baxsam. Rəqəmini deyirsiniz. Tamam. Task 18. Baxmadıq ona. Yox, Deyəsən. baxmışıq. 18. Hə. Bu default parametrə aiddir funksiyalarda. Yazmısınız, səhv olub yoxsa yaza bilmədiniz? Yox, tam yaza bilmədim. Elə bir axırına çıxarıb. Gəlin baxaq, görək nə istəyir bizdən. Tamam. Deməli, nə istəyir burada? Deyilir ki, 2 parametr var, name və message. Bu, yəni funksiya üçün nəzərdə tutulub. Əgər message boşdursa, default olaraq salam istifadə et. Əks halda funksiyada message nəyə bərabər etmisənsə, ondan istifadə et. Nəticədə mesaj və adı birləşib çıxıb et. Nümunə kimi vermişəm, yəni siz send message adında bir funksiya yaratmalısınız. Funksiya necə yaradırıq? Adlı funksiyası def yazırıq, düzdür? Və funksiyaya belə bir ad istəyir bizdən. Send message yazdıq. Daha sonra mötərizə açılır və içinə parametr yazılır. Parametrə nə yazmalıyıq? Verib parametrləri. Message və name. Bunları yazdıq. Daha sonra nə etməliyik? Funksiyadan sonra qoşa nöqtə qoyulur. Daxilində ekrana nəyi çıxarmamızı istəyir? Salam. Salam. Salam var və necəsən var. Hələ ki, salam halını yazaq. Bir dəqiqə fikirləşib. Salamı yazmalıyıq. Yox, heç salamı yazmamalıyıq. Printə verək. Bu message və name'i izah edəcəm, niyə belə verirəm. Daha sonra nə edirik funksiyanı çağırmaq üçün? Funksiyanın adını yazırıq kənarda və içinə parametrə nə qeyd eləmək istəyiriksə onu yazırıq. Məsələn, burada salam Aynur istəyir bizdən. Onda nə yazmalıyım? Aynur. Aynur. Salamı özü. Bəli, salamda yazmalıyıq. İndi şərtə baxacağam. Şərtə salam necə? Əgər message boşdursa, default olaraq salam istifadə et. Yəni, burada message boşdursa bu hissədə, default olaraq salam götürsün, salam Aynur. Defaultu hara yazırdıq biz? Yəni, buraya message yazmırsınızsa, baxın, sırası belədir. Message name, Aynurdan qabaq salamı qeyd eləmirəmsə, burada. Harada qeyd eləməliyəm? Yadınızda burada yuxarıda yazırdıq. Və burada yazıram, salam. Yəni, buradan tapa bilməyəndə dəyəri qalxır, bu yuxarıdan götürür. Amma tapa bilirsə buradan heç qalxmır. Burayla buradakını götürür. Yəni bu cür run eləyək baxaq.
Baxın bu cür salam Aynur qayıtdı. Niyə? Çünki printə mesaj və name'i vermişəm. Birinci yəni mesajə baxır. Mesajı gəlir oradan tapa bilmir. Ona görə qalxır salamdan götürür. Amma name'i isə Aynur elə burada yazıldığı üçün buradan götürür. Sonra ikinci hal nə istəyir bizdən? Aynur necəsən qayıtmalıdır. Necəsəni artıq verməyib şərtdə necə yazmalısınız. Ona görə necəsəni elə burada qeyd eləyəcəyik. Aynur'u da Salamın yerinə Aynur, altdakı Aynur'un yerinə necəsə yazdım qaydar. necə? Bir də deyə bilərsiniz. Burada Salam. yuxarıda yazılmış salamın yerinə Aynur, aşağıdakı Aynur'un yerinə necə sən yazsaq qaydar həmənki kimi. Elə fikir. Salamın yerinə Aynur yazın. Bəli, orada Hissəsidir. Bura baxın birinci onu yazmışam. Bu printə nə yazmışsa o sırayla qayıdır. Birinci mesajı yazırıq, daha sonra adını yazmışıq. İndi Aynur necəsən yazıram. Necəsən Aynur qayıdır. Sizdə niyə belə qayıtdı? Mən Aynur necəsən yazmışam burada, amma necəsən Aynur qayıdır. buradakı ardıcılığa görə mesaj Bəli. görənliyim. Printdəki bəli ardıcılığa görə. Printdə birinci mesaj gəlir, daha sonra name gəldiyi üçün Aynur və necəsən Aynur şəklində olmuş olur. Aydındır. Bəli. Başqa sualınız var idi? Xeyr, amma axırdan qalmışdı bir neçə tapşırığım. Eləyəcəm olsa verərəm. Oldu. Gələn dəfə verərsiniz olsun. Başqa digərlərində sual var. Sualınız yoxdursa əgər zəhmət olmasa chatda qeyd eləyərsiniz. Sərxan bəy yazıb. Dəqiq mən oxuyum, chata baxmadım. Zəhmət olmasa kim ki kompüterlə qoşulub chat hissədə bildirər. Səkinə xanıma bildim ki kompüterlə qoşulub. Bayaq ekranı paylaşdınız. Başqa kim qoşulubsa qılısı atar. Hümrə xanım, başqa Ramal bəy siz kompüterlə qoşulmusunuz. Xeyr. Zeynep xanım. Fərman bəy. Xeyr, mən də kompüterə qoşulmamışam. Onda Səkinə xanım gəlin sizlə başlayaq. Qoşulmayanlar üçün də mən paylaşacağım, bir yerdə yazarıq. Fərman bəy də qoşulub siz paylaşarsınız. Göndərirəm Səkinə xanım sizə tapşırıq, başlayaq. Bizim nələr qalmışdı praktis eləmədiyimiz? Set qalmışdı, dictionary qalmışdı və son dərs funksiyalar keçmişik. Onun praktikası olacaq. Çıxdı yoxsa? Çıxdı. Onda Fərman bəy siz paylaşarsınız zəhmət olmasa ekranı. Üzr istəyirəm, kompüterdən çıxış verildi, ona görə qoşa bilmədim. Bir də düzəldib gələcəm. Yaxşı, onu Fərman bəy paylaşsın, növbətini siz paylaşarsınız. Aha, tamam. Paylaşırsınız Fərman bəy. Task 3 göndərdim çata. Yalnız dayandı. Ballar adında bir dictionary'niz var. Tələbələrdir və onların ballarıdır. Balların cəmi lazımdır bizə.
Yəni print i verin, görək nə qayıdır. Adlar qayıtdı. İlk günlərdə həmişə belə qayıtmaz. Belə olanda hərflər, birinci hərflər qayıtır. Ben i verin, burada print i items'larda görün nə çıxır. Burada indi balları necə götürə bilərsiniz? Tuple'lara bölüb sizə lazımdır birinci indekslər. i'nin birincisi yazsanız götürər. Bu bir həll yoludur, belə yaza bilərsiniz. Qaldı ballarınızı toplamaq. Düzgündür. Başqa necə eləmək olar? Bu yol düzgündür. Başqa, məsələn, siz items yazdınız, sonra indeksi seçdiniz. Bu kodu for hissəsini kopyalayıb aşağı ata bilərsiniz, aşağıdakı kod ilə. Burada scores.items yerine scores.values yazaq. Scores.values bizə nə qaytarır? Kim deyə bilər? Rəqəmləri. Yəni dəyər hissəsini, qoşu nöqtədən sonraki hissəni. Values'dan sonra mötərizəni açıb bağlayaq. Metodlardan sonra mötərizə açılıb bağlanmalı. Bəli. Aşağıya da print i verək, baxaq nə qaytarır bizə. Sıfır cəmi sıfırıdır. Digərlərinə baxsaz balları qaytardı. Çünki nöqtə keys yadınızda nəyi qaytarırdı? Dictionary'nin key hissələrini, açar hissələrini, birinci hissələri. Nöqtə values isə ikinci hissələri, dəyər hissəsini. Nöqtə items isə iki hissəni də qaytarırdı. Siz yuxarıda nöqtə items yazdığınız üçün iki hissəni qaytardı. Oradan da value'nu seçmək üçün gəlib indeks ilə yazırsınız. Burada isə birbaşa yazmaq olar. Necə yazmalısınız? Yenə cəm plus bərabər i yazacaqsınız artıq. i'nin birincisi yox. Önce de birbaşa ballar qayıdır. Yenidən run eləsək düzdür. Bir də üçüncü həll yolu necə yazmaq olar? Üçüncü kod seldə yazaq. Print yazın. Printin içinə scores.values yazın. Yadınızda da dərsdə keçmişdik. Nöqtə values və nöqtə keys bizə nə nəticə qaytarırdı printin içində yazanda? Yəni hansı növ qaytarırdı? Baxın görünür orada. Rəqəmləri nəyə yığıb? Listə. Listə yığıb. Listin içindəki ədədlərin cəmini necə tapa bilirdik? Bəli, sum yazaraq. Bir digər həll yolu da budur. Düzgündür. Yəni hər üç yolla da yazmaq mümkündür. Düzdür. Birini də göndərim yazarsınız Fərman bəy. Birini də göndərək. Göndərim funksiya ilə bağlı. Göndərim. Birincisini göndərirəm. Task 1. Funksiyaları keçmişik. İndi fikirləşək bunu necə yaza bilərik? Birinci nə istəyir bizdən? Hər bir ədədinin kvadratını tapıb yeni siyahıda saxlamalısınız. Düzgündür. Bunun adı nədir? Bu həll yolu.
Düzdür. Başqa necə yazmaq olar? Forma yaza bilər, bəli. Bəli, forla da olar. Başqa necə olar? Məplə nə yazmaq olar? Bəli, düzdür. Məplə yazaq. Forla onsuz da çox yazmışıq əvvəlki dərslərdə. İndi fərqli yollarla yazaq. Düzgündür. Bəli. Sizdən eyni nəticəni qaytarır. Map ilə filtrin fərqi nə idi? Niyə burada map istifadə elədik? Filtr tipləmək üçün istifadə olunur. Mapda adını icra eləmək üçün hər bir dəyər tanınır. Bəli, düzgündür. Keçək, Səkinə xanımla da siz paylaşarsınız indi. Aha, tamam. Açıldı. Bəli. Az qaldı. Deməli, nə istəyirdim? Kopyalamadım elə. Deməli, Ehtiyac yoxdur. Output nəticəni görmək üçün də onu bağlaya bilərsən. tamam. Deməli, bunu da bir neçə üsulda yaza bilərik. Set sorted'la, Bəli. for loop dövrü ilə də yaza bilərik. İkisini də yazın. Tamam. Hadi. Word yazmışız. Sort elədi. Qaldı nə etmək? Unikalları çıxarmaq. O hansıydı? Funksiya yadımdan çıxıb. Set. Bütün set vasitəsi. Yəni sadəcə bu listi. Düzdür. Necə işləyir? Birinci set edir, set word hissəsi işləyir, gedir hər birini unikal qaytarır. Daha sonra da əlifba sırasına görə A-dan Z-yə doğru sıralayır. Siz forla necə yaza bilərsiniz? Forla birinci boş list yaradaram. Sonra for dövrünü yaradım. Nəticəyə baxırıq. Array object class hər biri unikal qayıtdı. Yəni set. Yox, setə nə ehtiyac var?
Artıq unikat elədiniz. Alıp sort eləməyiniz ki, A-dan Z-yə sıralayın. Bəli, bəli. Yerini qarşıladın sadəcə. Necə sort eləyək? Burada izah edək plus object oldu. İzah eləyə bilərsiniz, niyə belə yazdınız if hissəsini? If hissəsini deməli, biz birinci boş list yaratdıq. List tamamilə boşdur. Buna görə biz Words'dəki hər bir elementi çıxarırıq və deyirik ki, əgər yoxdursa bu söz yeni listin içində, onda əlavə elə. Yəni təkrar artıq söz gələndə artıq listdə olduğu üçün ora əlavə eləməyəcək. Düzdür. Tam üçün aydındır bu kod. Bəli. Merhaba. Birində göndərim seçimi xanım istəyəcəm. Buyurun. Bas 16. Nəticə bu olmalıdır, yoxsa Nəticə bəli işarədən sonra qoyduğum hissə. Yəni listin içində o işarələr olmalıdır. Çünki bizdən istəyir ki, xüsusi simvolları çıxaraq hərflər və rəqəmlər olmaz. bunu da for dövrü ilə də yaza bilərik. Bunu yazaq text. Burada bəli düzgündür. Nə etdiniz burada? Stringin içinə for verdiniz, təkcə daxil oldunuz çağrı vasitəsilə və dediniz ki, bu hərflərdən, simvollardan fərqi yoxdur. Hansı ki, izanlam deyilsə, izanlamda nə idi? Yalnızca hərf və rəqəmləri qaytaranlar. Not verdiyimiz üçün hərf və rəqəmin tam əksi nə varsa, digər simvolları qaytarır. Onda boş bir listə yığdınız. List compression da yaza bilərik, o daha qısa olar. Yazabilirsə yazın orada. Tamam. Mən bunu oxşar tasklar göndərmişəm evə, yoxsa? Səhv eləmirəmsə, çox da yazmışam deyə yadımda deyil. Tamam. Dərsdə yazmışıq, amma test tasklarda da var idi bir-iki dənə. Əsasən dərsdə yazmışıq. Onu bilirəm var idi, bayaqçı var idi, unikal olan yadınızda deyil, yuxarıdakı. Məncə tasklarda yox idi. Dəqiq yadımda qalmayıb. Evet, düzgündür bu da. İp şərti olanda həmişə sağ tərəfdə yazırıq, foru sol tərəfdə. Düz. Desək sonra kimə? Zümrə xanım, siz kompüterlə qoşulmusunuz, düzdür, siz paylaşırsınız. Yaxşı. Task 25. Generaldə 2 dənə key value var. İstəyirsiniz printə verin, nəticəni görək aşağıda. Bir dəqiqə üzr istəyirəm.
Deməli, birinci dictionary-də salary açarı yoxdursa default olaraq Print imp yazın, nəticəni yaxşı görək dictionary-nə. bəli. Baxaq ben. Dictionary'sin içində bir var, name Elvin'dir, position'ı da analistdir. Sizə deyilir ki, əgər salary açarı yoxdursa, yəni key hissədə salary yoxdursa, default olaraq 0 qaytar. Yəni salary'ni artırsın, yeni bir key olaraq və salary qoşana qədər 0 yazsın, dəyərinə 0 versin. Bu necə edə bilərik? Deməli, birinci salary yoxdursa 0 qaytarsın. Defdən istifadə eləməliyik. Nədən? Defdən. Def funksiyası. Bəli. Funksiya yazmaq. Yox, funksiya yazmağa ehtiyac yoxdur dictionary'də. Yeni key'ni necə əlavə edirsiniz? Get. Bəli. Yox. Getlə əldə edirsiniz. Yəni baxırsınız. Emp.get yazsaz, məsələn, emp.get name yazsaz, Elvin qaytaracaq sizə. Amma indi salary yoxdur sizdə. Artırmaq istəyəndə necə artırırıq key'ni? Artırmaq istəyir. Kimsə kömək eləyə bilər. Yeni bir key veriyor artırmaq. Məsələn, imp Mörtəzə salary yazıb, bərabər 0 yaza bilərik və ya update yaza bilərik. Bəli, düz. Ha. Yazaq emp. Hə, getlə eləməyi düşünürəm. Getlə yazacaq. Sadəcə indi göstərmək istəyirəm yeni salary'ni necə artırırıq. Emp. Kvadrat mötərizə açırıq. Date yaz. Kvadrat mötərizə. Update yazmayaq. Emp kvadrat mötərizə. Dırnaqda salary yazın. Emp dırnaqda name yazın. Heç salary yazmayın. Emp name dırnağı bağlayın. Kvadrat mötərizəni də bağlayın. Print'e verin bunu. Sol taraftan print yazın. Yukarı print emp name yazın. Emp name. Yani yukarıdaki kodu print'in içine yazın. Tamam. Yadıma gəlmir bu tapşırıq. Görə biraz çətinlik çəkim. Mötərizəni bağlayaq. Bunu rana verin, baxaq nəticəyə. Emp name yazırsınız, Elvin qaytarır. Çünki dictionary'nin adı emp'dir, name de key'dir. Gedir oradan baxır, name'i Elvin'dir deyə Elvin qaytarır. Emp position yazsınız, sizə analist qaytaracaq. Çünki position nəticəsi analist. Olmayan bir şeyi əlavə eləmək üçün nə edirik? İndi print'i silin. Elə bu 3-cü sətri silin tamamilə. Emp name'in içinə dəyişin salary yazın. Name'i silin, salary yazın. Aha. Kvadrat mötərizədən sonra bərabərdir 0 yazın. Aşağıda da print emp eləyin. Yeni dictionary'mizə baxaq. Bizə görünür. Baxın, artıq salary 0 əlavə olundu. Yəni əlavə eləmək üçün bu yolla yazırıq. Aslında bizim şərtimiz belə deyil. Bizə deyilir ki, salary yoxdursa o zaman 0 qaytar. Yəni bir növ şərt kimidir. Biz heç bilmirik var yoxdur. Bir dəfəyə dəyişdik. Bəlkə də salary 100 idi, dəyişdik 0 elədik. Bu həll yolu düzgün deyil. Dediyi şərtə uyğun getlə yazmalısınız. İndi bunu saxlayın, aşağıdan yazarsınız. O emp'i bir dənə birinci sətri götürürsünüz, yazın aşağı. Aha, getlə necə yaza bilərik? Nöqtə get salary. Get, bəli. Dırnaqda salary. 0. Vergül. Hə, mötərizənin içində Salary'ni də mötərizədə dırnaqda yazın. hə, dırnaqda. Sıfıra məncə o hərfi yazdınız siz, onu dəyişib sıfıra Hə, yazın.
O yazdım. Səhv. Hı hı. Daha sonra aşağıda print MP'ye yeni neticemize baxaq. Oy. Tezlə. Bu niyə belə olur? Çünki bir dəqiqə MP duplicate elədiniz. Update eləməli deyildi. Update ilə də yaza bilərik. Sadəcə get-lə də mümkündür yazmaq. İndi update ilə də yazarıq sonra. Get-də bu niyə belə oldu? Env get yazdınız. Salary dediniz ki 0 ver. Və sonra print emp etdiniz. Yəni bunu bir dəyişənə bərabər eləyək. O emp get yazdığınızın sol hissəsinə məsələn A bərabərdir yazın. Ən sola gəlin. İkinci sətirdə ən sola. A bərabərdir yazın. Məsələn müəyyən bir dəyişənə təyin eləyək. Aşağıda da print A yazarsınız. A'nın yeri düzgün değil, boşluk koymuşsunuz. Tam eləyim. Bu halda da 0 verir birbaşa. Biz get-lə yazanda necə yazmışdıq? Biz nəticəmiz qayıtmışdı axı. Bir dəqiqə. Əslində işlədim. Yəni burada funksiya işlədim. Məsələn, burada deyir ki, salary, məsələn, əgər orada get name yazsaydıq, Elvin qaytaracaqdı. Burada da get salary olduğu üçün 0 qaytarır. Mən elə fikirləşdim. Düzdür. Bütün dictionary'yə baxa bilməyəcəyik, yəni. Hələ 0-ı birbaşa görürük. Düzdür. Update-lə yazırsınız. Necə olar update-lə? Ramal bəy, kömək eləyə bilərsiniz. Siz deyirdiniz update-i necə yaza bilər? Update çox yadımda deyil. Update salary vergül 0 yazılmalıdır. Mən daha çox o emp salary daha çox işlədirəm, amma update çox işlətmirəm. Yazsın Zümrə xanım baxaq. Bizim belə olmalıydı. Bəli, sintaksi belədir. Bazıda seçki çıxmır. SS aça bilmirəm. Tamam. Run edin baxaq nəticə. Bəli, düzgündür. Düz. Burada yazmaq olar. Bu neynir amma bu həll yolu. Salary varsa gəlin yuxarı empin içində bir dənə salary artırın. Analizdən sonra vergül qoyun. Aha burada. Dırnaqdan sonra yeni vergül qoyub dırnaq salary yazın. Bağlayaq. Qoşa nöqtə 100 yazaq məsələn. Görün bu halda necə olacaq? Run eləyərsiniz kodu. Salary 0 olur. Amma şərtimizə diqqət eləsəz, deyir ki, salary açarı yoxdursa 0 qaytarsın. Varsa elə salarynin özünü qaytarmalıdır 100-ü. Amma sizdə 100-ü qaytarmadı, 0-ı qaytardı. İndi burada update-də necə bir dəyişiklik eləyək sizcə? Kömək eləyə bilərəm, if verməlisiniz update-dən qabaq. Update-dən qabaq if verməliyəm. Bir sətr aşağı düşün, enter klikləyin. Bəli, yuxarıda if yazın. If onda salary. Yəni, dırnaqda salary yazın. If salary Daxil deyilsə MP. Necə yazaq onu? is not in. Not in. Not in, bəli. Bəli, not in. Düz. Not in MP yazırıq. Yəni, salary MP-nin içində yoxdursa, o zaman update et. Qoşa nöqtə, bir də aşağıdakını düzgün yerdən yazarsınız. Yuxarı qaldırıb bir də. Məncə elə olmayacaq, geriyə eləyin mən. Yenidən run eləyə baxaq. Baxın, indi 100 oldu. Niyə 100 oldu? Çünki sizin salaryniz var 100. Şərtdə deyilir ki, salary yoxdursa 0 qaytarsın. Varsa yine 100-ün özünü qaytarsın. Bəli, indi düzgün oldu. Əla, bunu da yazdıq. Sonra keçək kimdən? Digərlərində yoxdur. Sərxan bəy, siz də dediniz deyəsən
baxa bilməmişəm dərsə, onda yaza bilməyəcəksiniz. Ekran paylaşımını dayandırım. Dayandırarsınız bəli. Ramal bəy, gəlin onda sizinlə davam edək. Mən ekranı paylaşırım, bir də yazaq. Bunu yazaq. İki dikşenerini birləşdirmək lazımdır. Neydi birləşdirmək üçün metodumuz? Burada dictionary birləşdirmək üçün biz hər hansı bir funksiyadan istifadə etməliydik. Bəli, update metodumuz var idi. Deyil. Bəli. Bildim. Update o həmin o D2-ni yazacağız ki, o D1.update D2. Update'in daxilində. Sonra da print'e D1 Bəli. verəcəm. Sonra D1 ilə yazıb da eləmək olar. Bəli. Bu şəkildə birləşdirdik. Update'də nə kimi bir özəlliyi var idi? Məsələn, hər ikisində eyni key olanda necə olurdu? Gəlib burada da B yazsam. Səhv etmirəmsə əvvəlkini götürürdü. Bunu yəni içini Bəli. Tam o yadıma deyil. necə fikirləşir? Yadınızda deyil. Mötərizənin içindəkinə baxıldı da, Bəli. əgər D1, D2-nin şey yazacaqsa, orada fərqi var. D1 ilə D2-nin yeri dəyişsə, dəyişəcək. Yəni burada B8 olacaq. Update'dən sonraki bu hissəyə baxır. B'lər ortaq olduğu üçün D2-ni götürür. Yadımda deyil. Yadıma düşdü. Sonra Ramal bəy sizinlə birini də yazaq. Hə, gəlin bunu yazaq. Uzunluqlarına görə sıralama. Bunu dərsdə də eləmişdik məncə. Listenizdə sözlər var. Uzunluğuna görə sıralamalısınız sözləri. Evet. Ha. Ən kiçik. Sort əməliyyatı yerinə yetirəcəz. Bir də key lamp yazacağız. Yəni, Və yazmalıyam. istənilən bir dəyər yazaq. Belə bir result yazıram. Bəli, sorted. Words yazırıq və vergüldən sonra key yazıb len yazırıq. Saçma lampda dedim, lampda burada ehtiyac yoxdur. Hə, burada ehtiyac yoxdur. Çünki hazır len funksiyası var. Print result yazırıq. Bəli, baxırıq. Azdan çoxa doğru sayılarına uyğun sıralamış oldu. Başqa nə yaza bilərik? Nə istəyir bizdən? Cümlədəki sözlərdən dictionary yarat. Necə edə bilərik? Gəlin yazaq. Səhv etmirəmsə from case əməliyyatı, from case funksiyası. Bax. Yazın. Gəlin ona bir ad verək. Necə yaza bilərik? Yox, biz cümlədən dictionary yoxsa dictionary'dən? Cümlədəki sözlərdən dictionary yarat. Həmən düz vermədim. Bunlar komment alınacaq. Bu isə sizin cümləniz. İstəyirsiniz. Bu cümlədən dictionary yaratmalısınız. Ha, sentence yazıb nöqtə from case yazacağız. Fikirləşirəm onunla yazmaq olarmı burada? Necə edə bilərik? Məncə from case ola bilər, amma digər dəyərləri biz, yəni həmin o value-ları onu fikirləşirəm, onu necə yaza bilərik? Gəlin. Haradaydı o? Xalq hani burada deyil. Burada sıkıntı baxıq necə idi o? Key ilə value-lar deyəsən dəyər verdik, sonra onu təyin edildi from case-in içində. Ha, ben ne değildi? İndi bizdə buradan nə istənirdi? Orada split ilə böləcəyik, dictionary yaradacağıq, sonra value-ları özümüz yazacağız deyəsən abi. Onda biz bunu listə çevirməliyik. Onda listə çevirmək üçün split əməliyyatı deyəsən. Ben
Yazmalıyam bir dəyişən təyin eləyək, bərabər eləyirik. Nəyə? Nöqtə, split, Split. boşluq. Bəli. Yəni nəticəmiz necə olur indi? Bu cür listin içində sözləriniz oldu. Qalacaq neyləmək? Bu sözləri keylərə təyin eləmək. Onu da dediyiniz kimi from Bəli, key. from keys. Necə yazım indi? Bir yenə result deyə bir Bəli, dəyişən. sonra sentence nöqtə, from keys. Yoxsa from keys daxilindədir. Belə yazılır. Dik nöqtə from key. Sonra da Mərkəzədə sentence. bəli, words yazılır. Artıq listinizin adı Bəli, yazılır. mantıqlı. Sonra da başlanğıcına təyin eləyirik. Bir dəyər qoyuruq hamısına eyni. Məsələn 0 qoyaq. Sonra onu dəyişə bilərik. Yəni gəlin nəticəyə baxaq. Əvvəl print result. Hamısı üçün 0 təyin olundu. İndi qaldı nə etmək? Cümlədəki sözlərdən dictionary yarat deyir. Və məsələn result yazıb, Python yazıb, rəqəm yazmalıyıq. Bəli, olar. Sadəcə burada məntiqi bilirsiniz necədir? Python 2-də nədir deyə 2 yazıb, o birlərə 1 yazıb. Siz də onu necə qura bilərik? Yəni sayıya uyğun yazıb. Python 2-də 2 verib, yəni birbaşa avtomatik özümüz manual yazmayaq içinə. Elə bir həll yolu yazaq ki, özü yazsın. Açıb count oxşur, amma bilmirəm count funksiyası var. Count yox burada. Count funksiyası yoxdur. Necə yaza bilərim? Gəlin əvvəlcə listimizin içinə baxaq. For word in words yazsaq. Print word desək. Bu bizə nələri verir? Sözlərimizi verir. Sözlərin sayını indi buradan necə tapaq? Gəlin printə word yox. Nə verək? Result'ın word'u versək. Nə qaytaracaq? Burada bizə 0 qaytaracaq. Çünki içindəki dəyərlər 0'dır. Nə etdim mən burada? For word in words dedim. Listin içindəki sözləri götürdüm. Bir dəfə Python götürür, bir dəfə SQL, bir dəfə Python, bir dəfə də Excel. So printə deyirəm ki, result'ın word'u. Result'ın məndə dictionary'dir budur. Result'ın word'u nə deməkdir? Result'ın Python'ı məsələn gedir nəticəni 0 verir. Result'ın SQL'i 0 verir. Result'ın Excel'i 0 verir. İndi nə etməlisiniz burada? Deməlisiniz ki, bu result word'u plus bərabər et 1'ə. Neysə yazdıq. Bizdə printə verməyə birbaşa deyək ki, plus bərabərlə bunu. Gəlin sonra print yenidən result deyək. İzah eləyəcəm yazım kodu. Aha, düzəldi kodumuz. Baxın nə etdik? Ramal bəy, sizə aydın olduğu izah eləyə bilərsiniz özünüz. Zəhmət olmasa tam söyüşmədim burada. Birinci nə etdik? Bu split aydındır, yəni listə çevirdik cümləmizi. Bəli, məndə for, ən axırıncı for var, o çatmadı. Sonra for ilə dedik ki, for word in words, yəni bu listin içindəki elementləri tək-tək götür. Wordlərim mənim bu sözlərdir ayrı-ayrı. Sonra deyirəm ki, result word. Result word'unda printə nəticəsinə baxdıq, nə verir result word? Bəli, yəni dəyər, Sıfırları verir. Çünki result'ın Python'ı deyirik, 0 verir, SQL'i deyirik və s. 0 verir. Deyirəm ki, result'ın word'ünü plus bərabər elə 1'ə. Məsələn, birinci word'ünüz Python'da düzdür, gəlir words'ün içini yoxluyur, birinci dəfə Python'da. Deyir ki, result'ın word'ünü, yəni Python'ı plus bərabər elə 1'ə. Result'ın word'u nə deməkdir? Budur result'ınız, ikinci nəticə. Result'ın Python'ını, yəni plus bərabər elə 1'ə. Python'da 0'dır hal-hazırda, hər üçü 0'dır. Yeni nəticəniz olacaq 1. Gəlin, məncə ən yaxşısı forun içində yazın bunu. Burada neyniyək? Bir dənə printin içinə xətlər qoyaq ki, ayıra biləsiniz. Yəni Python dəyəri 1 olur və təzədən Python görəndə əlavə üstünə gəlir 2 olur. Bəli, baxın, birinci halda forunuzda Python 1 oldu. Amma SQL Excel hələ ki 0'dır, çünki ona plus bərabər deməmişəm. Sonra for ilə iterasiya yuxarı qalxır. For word in words, words'ün içində idi də, gəlir SQL-ə keçir. Listin içində SQL-ə keçir. Deyir ki, result'ın word'ünü, result da sizin bu dictionary'nizdir. Result'ın SQL-ini, yəni SQL hal-hazırda 0'dır. Bir vahid artır. Yeni nəticəniz bu cür olur. Python'ı 1 edir, SQL-i 1 edir, Excel-ə heç toxunmamışıq deyə 0 qalır. Keçir üçüncü iterasiyaya. Üçüncü iterasiyada listinizdən Python'ı götürür.
Deyir ki, result'ın Word-ümü Result Python. Result Python sizdə hal-hazırda bayaq 1 idi. Plus bərabər elə 2-yə. 1 artıq 1 vahid artır, olur 2. SQL-imiz bayaqçı vəziyyətində 1 qalır. Excel-ə də toxunmamışıq, 0 qalır. Son addım forward gəlir Excel-ə. Deyirik ki, result'ın Excel-ini plus bərabər elə 1-ə. Excel-də 0 idi, 1 addım artır, 1 olur. Bu şəkildə son nəticəniz belə görünür. Aydın oldu məntiqə. Bəli, bəli, aydındır. Digərləri üçün çətinlik çəkən varsa baxa bilərik bir də. Biraz bu for hissəsi qarışıqdır. Listdən götürürəm Word-ü. Daha sonra dictionary-yə tətbiq edirəm. O biraz çətin gələ bilər. Qalan məncə forun içində də yəni iterasiya edir. Hər dəfə bir vahid artırırıq. Kiməsə çətin gəlirsə deyə bilərsiniz. Aydındır. Aydındır. Yaxşı. Amal bəy, onda keçək başqasına. Çünki vaxt az qalıb. Onu işləyir. Başqa kimlə işləmədik? Bu gün Zeynəb xanım gəl sizinlə də işləyək. Gəlin bunu işləyək sizinlə. Paskot için. Belə bir dictionary'niz var. 80'dən aşağı olanları silməlisiniz. Burada yəni silmə metodu olmayacaq. Elə fikirləşməyin. Yəni 80'dən aşağılar görünməsin. 80'dən yuxarılar görünsün. Onda biz vərəqlərə müraciət etməliyik. Sonra da şərt qoyacaq ki, 80'dən kiçikdirsə Necə yazım onu? dictionary dərslərini bir kere mən təzədən baxım. Onları məsələn diqqətlə baxmamışam deyə. Gerçəkten. Ben neydi baxım? Deyir ki, 80'dən aşağı olanları sil. Yəni 80'dən yuxarılar qalmalıdır. Necə ki, listə deyirik, məsələn, listinizin içində rəqəmlər var. 5'dən böyükləri saxla. Onda nə edirsiniz? Yeni bir list yaradırsınız, düzdür? Evet. Burada da yeni bir dictionary yaradaq. Məsələn, new dict adını verək. O dictionary necə görünürdü? Figurun ötözünü. Bəli. Bəs boş seçiləcəkdə? Setində mötərizəsi belədir. Səhv etmirəmsə yanında set yazılmalıydı. Bəli, belə yazılır, set açılır, bağlanır. Bu boş seti bildirir. Bu isə boş dictionary. Düzgündür. Boş dictionary'ni yaratdıq. İndi qalır nə etmək? 80'dən aşağı olanları sil deyir. Onda bizə ballar lazımdır. Amma həmçinin adlar da lazım olacaq. Onda hər ikisi lazımdırsa hansı metod lazımdır bizə? Həm adları, həm balları götürüm deyə dictionary'də. Yəni həm keyləri, həm value'ları götürməliyəm. Nöqtə items. Items. Scores nöqtə items yazırıq. Yəni hər iki tərəfi seçsin. Hər iki tərəfə də bir key'yə name verdim, adlara uyğun, ballara da skor verdim. Gəl bunu bir print edək, nəticəyə baxaq. Bu şəkildə çıxdı nəticəmiz. İndi qalır nə etmək? 80'dən aşağı olanları sil. Yəni 80'dən yuxarı olanları saxlayaq. Necə bir şərt verməliyik? Deməliyik ki, ballar, yəni 80'dən yuxarıdırsa, aha, indi nə yazaq? Bunu əslində biz dərsdə işləmişdik, indi yadıma düşdü. Adları vermə hissəsini izah eləmişdim, niyə veririk? Aha, nəsə dediniz, nə yazaq? Print yazırıq. Yox, print yazmayaq hələ. Əlavə eləməliyik onlara. Bəli. Boş dictionary'niz, çünki hələ ki içində məlumat yoxdur. Boş dictionary'nin nəyinə bağlı əlavə edim sizcə? Valuesunu. Valuesuna bəli, amma necə yazılır yazılışda? Məsələn, siz 85'ə müraciət etmək üçün nə deyirsiniz printdə? Ondan bir yazmalıyız da, elə ki, kvadrat mötərizənin içərisində. Bir yox. Baxın, 85'ə necə müraciət edirik? Scores, nəyə deyirsiniz? 50, düzdür. 85 çıxdı. İndi sizcə
mən burada 85-ə, 70-ə və 90-a müraciət etmək üçün nə etməliyəm? New dict-in nə etməliyəm? Neyim? Adları düzdür. Evet. Adı da ne demişik? Neyim? Name. Yani şu şekilde yazılır name. Burada tırnak koyulur ya da sıfırsa demiştim ki burada sintaksis farklıdır. Diğeri iki beraber ile skora. Yani kenarda print new dict diye baxaq. Yeni dictionary'miz necə görünür? Baxırıq 80'den böyüklər göründü. Doğrudan da 70 80'den kiçik olduğu için görünmədi. Necə yazdıq bir də izah eləyək. For name score in scores'un items'ı deyirik. Items bizə həm keyləri, həm value'ları qaytarır. Keyləriniz name olur, value'larınız da score'dur. Şərt verirsiniz ki, score nə vaxt ki 80'dən böyükdür. Bu halda artıq vəli gedir. Geriyə qalacaq Əli və Zeynəb bu ikisi. Əli və Zeynəb üçün birinci dəfə Əli ilə başlayır. Deyir ki, new dict-in boş dictionary'nizin name'i, yəni Əlisi. New dict-də key olaraq Əli əlavə edir. Bərabər olsun skora 85'ə. Yəni gəlin siz bu print içəridə yazım yenə. Baxın, birinci halda Əli 85 əlavə olundu. Sonra qalxır yuxarı, name keçir, vəlini keçir, çünki şərt uyğun gəlmir. Keçir Zeynəbə. Zeynəb 90'dır, gəlir deyir new dict-in hal-hazırda Əli 85'dir. Name'inə artıq yenisini artırır Zeynəb. Bərabər et skoru. Yəni 90'a və print new dict veririk. Əli və Zeynəb nəticəsi alınmış olur. Gəl bir də eyni ad yazaq. Onda görə nə baş verir? Sizdə nə baş verir? Eyni ad yazsam, fərqli bal yazsam. Əli olsun 98. Nəticəm sizdə necə qaydar? Neden sonuncunu götür? Baxa. Bəli, sonuncunu götürür. Çünki niyə? Birinci 85'i götürür əslində. Gəlin belə eləyim yenidən içində. Niyə belə elədi? 80'den böyükdürsə birinci dəfə burada da yeri düz olmayacaq. Yəni fikirləşək, niyə belə qayıtdı? 50, 98, 80'den böyükdürsə 85 olur. New dict 50 bərabər olur 85'ə. Print new dict. Onu vermir print'e. Aslında 85'i de götürür ama sonra 98'i görür, onu götürür. Ben neyse görünmədi burada. Yox. Yəni sonuncunu götürür əsas o da onu bilək. Eyni adı varsa, həmişə ən yüksək balansıdırsa onu götürəcək. Ən yüksək yox, ən sonuncu hansıdırsa onu götürəcək. Aydın da hamı üçün. Sualınız varsa baxa bilərik. Seçimdə sual. Başqa məncə heç kim qalmadı. Sərxan bəy də dərsə baxmayıb deyə yazdırmaq istəmirəm. Gələn dəfə baxsaz yaxşı olar. Davam eləyərik. Onda bu günlük bəs edər. Taskımız çoxdur. Gələn dəfə də praktik eləyərik. Funksiyalardan az elədik bu gün. Gələn dəfə funksiyalardan, while'dan da eləyərik bir yerdə. Başqa sualınız var? Dərslə bağlı, praktika ilə bağlı. Funksiyalarda çətinliyiniz yoxdur ki, aydındır hamısı. Sualınız olsa qeyd eləyər. Sonda növbəti dərsimizdə yenə praktika olacaq. O biri dərsdən yeni dərsə davam eləyər. Sağ olun, gecəniz xeyrə.